Salvador Dali haqqında danışaq. Salvador Dali də 20-ci əsrin ən tanınmış simalarından biri olmuşdur. Və əsasən üslub və texnikasına gəldikdə kubizm, sürrealizm, qrafik heykəltaraş, rejissor, dizayner, rəngkar, bax bu kimi üslub və texnikaları vardır ki, deməli Salvador Dali'nin yaradıcılığı ümumiyyətlə çox genişdir. Və deyir, Salvador Dali hər bir mövzuya müraciət etmiş rəssamdır. Yəni o özünü konkret olaraq nələrdənsə də kənarlaşdırmamışdı ki, mən tutalım ki, bu üslubda işləməyəcəm. Və deməli ona görə də əsərlərinin mövzusunu bax burada da gördüyünüz kimi natürmort, mənzərə, portret, mifologiya, simvolik rəngkarlıq və s. istənilən janra və növlərə həsr etmişdir o əsərlərini. Və Salvador Dali sürrealizm cərəyanının deməli ən məşhur nümayəndələrindən biri olmuşdur. Və sürrealizm özü nədir? Bax, cədvəldə görürük biz buradakı sürrealizm. Görürsünüz, orta hissədə burada bir anlayışın çıxarılması kimi belə bir üslubdur bu. Sürrealizmin müxtəlif qolları, qanadları vardır ki, ümumən buradan biz nə başa düşürük? Sürrealist insan dedikdə reallıqdan uzaq insan əsasən deməli nəzərdə tutulur. Bu reallıqdan uzaq insan da neyə bilər? Cəfəngiyatla məşğul ola bilər, müəyyən xəstə təxəyyülü ola bilər, qeyri-adi şuura malik ola bilər, sanki özünü bir sehirbaz və çaşqın, sehirbazlıq və çaşqınlığın bir arada birləşməsi kimi göstərə bilər. Absurd, istehza, qarabasma, dərrakədən məhrum edən, dəhşətli yuxular, sərsəmlik, bax bütün bunlar hər biri sürrealizmin əsas məğzi hesab olunmuşdur. Və deyir, Pablo Picasso haqqında da biz keçdikdə ki, deyir, Pablo Picasso və Salvador Dali incəsənətə özlərinin yenilikləri ilə hər kəsi, incəsənətdə özlərinin yenilikləri ilə hər kəsi deməli məftun etməyə çalışırdılar. Dünya haqqındakı təsəvvürlər hər birində onların fərqli idi. Deyir, Picasso yaradıcılığına biz az da olsa yaradıcılığını başa düşürdüksə də, Salvador Dali yaradıcılığında ümumiyyətlə belə deyim də, tamamilə reallıqdan uzaqlığı ilə, ondan sonra çəkim tərzi ilə, rəng tərzi ilə bunlar deməli Salvador Dali yaradıcılığının belə deyim əsas məğzini təşkil edirdi və Salvador Dali yaradıcılığı daha da mürəkkəbləşirdi. Ümumiyyətlə, sürrealistlər qeyd etdik ki, xəstə təxəyyülüdür, qarabasmalardır, dəhşətli yuxulardır, mistik görüntülərdir və s. və ilaxır. Bunlar, bu kimi rəsmlərin, əsərlərin yaradılması sanki tamaşaçını müəyyən bir dünyaya aparır, onu deyir, real dünyadan, aktivlikdən məhrum edir. Məsələn, Salvador Dali yaradıcılığında biz tez-tez müxtəlif əriyən saatlar, uzun kölgələr, boş səhralar, yuxu fantaziya motivləri, realistik texnika, fantastik sujet, paradoksal vəziyyətlər, ondan sonra simvolik fiqurlar ki, bunlardan yumurta, qarışqa, fil, çəkici formalı fiquralar, bax, bütün bunlar hər biri sürrealizm cərəyanında Salvador Dali'nin yaratdığı mistik nümunələr hesab olunurdu. Və bax, burada görürsünüz, məsələn, Nərgizin metamorfozu 1937-ci ildə və fillərdə əks olunan qu quşları. Bax, burada o sürrealizmin məqsədi, vəzifəsi, sürrealizmin əsas motivləri elə sırf bax, bu əsərlərdə bariz nümunədir ki, gördüyünüz kimi realistik texnika ilə fantastik sujetləri əlaqələndirmə, sonra fillərdə əks olunan qu quşları əsərində deməli, burada da simvolik fiqurlar, ondan sonra boz səhralıq və yaxud su ilə ahəng, bax, bu kimi mənalar burada daha güclü şəkildə əks olunmuşdur. Salvador Dali ümumiyyətlə 20-ci əsrin ən görkəmli rəssamlarından olmuşdur və o öz yaradıcılığında, rəngkarlıq, yaradıcılıq manerasında
özünə məxsus sözünü deyərək, deməli, öz belə deyim də, rəssamlıqda öz yerini tutmuş bir rəssam hesab olunmuşdur və qeyd elədik ki, Salvador Dali çox mövzularda əsərlər işləmişdir ki, bu deyir atom bombası, vətəndaş müharibələri, elm, incəsənət, hətta deyir kulinariyaya aid də əsərlər idi ki, deyir sağlam düşüncə tərzinə malik olan insanın dərk edə bilmədiyini hər şeyi ağla sığmaz təsvirlərə çevirirdi və bununla da rəssam hər kəsin bir deməli beyin yarımkürəsində hər kəsin bir qeyri-adi fantaziyasının olduğunu nəzərə çatdırırdı və hətta belə bir sözü var idi ki, deyir dəlilərlə mənim aramda yeganə olan fərq onların dəli, mənimsə dəli olmamağımdır. Yəni hər bir ağıllı insanın o şüuraltı dərrakəsinə keçmək istəyirdi öz rəngkarlıq əsərləri ilə. Və bax bu əsərlərdə rəssam, hər ikisi avtoportretidir, öz avtoportretidir ki, Salvador Dali öz şəxsi üslubunu axtarmışdır. Məsələn, kubizm üslubunu biz artıq bilirik də, keçdik biz sizlə kubizm üslubunu ki, deməli, müxtəlif kublardan istifadə olunmuşdur, ilk formalist nəhəng cərəyan olmuşdur və s. və ilaxır və Paul Cézanne kubizmə körpü salmışdır. Picasso kubizmin yaradıcısı hesab olunur ki, müxtəlif rəssamlar bu üslubda işləmişdir ki, əlbəttə ki, Salvador Dali də bundan gen qaçmamışdır. O da kubizm üslubunda işləyərək öz avtoportretini kublara bölünmə və insan şuurunun bölünərək yenidən dirçəldiyini bax bu əsərində bildirmişdir və deməli bu biri portretində isə 1937-ci ildə sürrealizm üslubunda işləmişdir. Burada da fikir verirsinizmi? O yuxu adını da qoyubdu, əsərin yuxu. İnsan yuxuya dalarkən müxtəlif, sanki deyir o boz bulanlıq və yaxud göy bir yerə düşür ki, mavi bir yer onu əhatə edir ki, bu insanın belə bir misal var, deyir insan yuxuda ölə bilər, insan yuxuda ölü kimi olur və s. İnsanın yuxudakı o boş duyğularının boş bir səviyyəyə gəlməsi, fikirləşərək nələrinsə də özlüyündə əks etdirilməsi, bax bunları deməli rəssam öz əsərində göstərməyə çalışmışdır. Sonra Salvador Dali yaradıcılığında mövzu rəngarəngliyi, bayaqları qeyd elədik ki, o deməli müxtəlif əriyən pendirlər, saatlar, bax burada yuxarıda da var ki, əriyən saatlar, uzun kölgələr, boş səhralar. Bax bu əsərində, Yaddaşın daimiliyi əsərində 31-ci ildə çəkmişdir ki, burada insanların vaxtlarını boşa sərf etmələri və bu boşa sərf etməklə də insanlar vaxt labüdlüyünü, vaxtı nəzərə almayaraqdan vaxtlarını boşa sərf edirlər də. O pendir hər zaman əriyir. Pendirin əridiyi kimi deməli saat da öz axarında tez-tez gedir və insanlar bundan səmərəli şəkildə istifadə etmir. Bax bunu rəssam əsərində göstərməyə çalışmışdır. Galateya sferalarda əsəri də atom bombasının, atom nəzəriyyəsinin öyrənildiyi bir mərhələdə bax bu əsər işlənmişdir ki, atoma parçalanmanı qadın obrazında o göstərməyə çalışmışdır. Burada da yenə bir məntiqi cəhətdən fikirləşsək, məntiqi yaradıcılığımızı işə salsaq, burada da görərik ki, niyə ilk növbədə qadın obrazında bunu, atomun parçalanmasını vermişdir. Burada da qadının məişəti ilə bax bunu biz əlaqələndirə bilərik, sürrealist üslub kimi götürə bilərik də biz bunu ona görə də. Sürrealizm üslubunda, çünki qeyd elədik ki, hər zaman əsərlər öz qeyri-adiliyi ilə insanları cəlb edir. Necə ki, biz abstraksionizm, ümumiyyətlə, ümumən mücərrədlik deyək də, ümumən mücərrədlikdə qeyd elədik ki, o mücərrədliyi rəssamın düşündüyünü biz əks etdirməyə də bilərik. Rəssam tutan mücərrədliyi işləyir və deyir, sən özün orada başa düşdüyün tərzdə izah ver bunu. Bax, bu sürrealizm üslubu da bunu özlüyündə əhatə edir. Bundan əlavə, deməli, Salvador Dali çox gözəl çertyoz çəkməyi də bacarırdı, həm də gözəl kolorit ustası olmuşdur. Və o əlbəttə ki, belə deyim də, öz başına gəlib bu yerlərə çatmamışdır. Hər zaman müxtəlif rəssamları araşdırmış, onlardan ilhamlanmışdır.
və o öz təxəyyülündə yeni və müasir incəsənət üslubu formalaşdırmaq üçün çox qəribədir formalara, təsvir üsullarına müraciət edirdi ki, əsərlərində əsasən ona görə də ikili obrazlar, istehzalı səhnələr, optik illüziya, qeyri-adi mənzərə, dərin simvolizm, bax bunlar onun əsərlərində daha yüksək səviyyəli olurdu. Chupa Chups'un logopiti var, bir də Avroviziyanın logopiti var ki, müxtəlif deməli plakatlar da işləmişdir, logopitlər işləmişdir ki, bax bunlar da bu Chupa Chups'un logopiti hal-hazırda da Chupa Chups marmalatları var, sormalardır belə ki, hal-hazırda da mağazinlərdə satılır. Düzdür, deyir, yüngül dəyişmələr olsa da, amma logo öz loqoluğunu itirməmişdi də, yəni əsaslılıq itməmişdi. Bu da 69-cu ildə Avroviziya müsabiqəsinə işlənilmiş logopitdir. Ümumiyyətlə, Salvador Dali hər zaman irəli gedərək öz sənətini tam müasirləşdirməyə çalışırdı. Düzdür, o sağlığında da mükəmməl şəkildə qəbul olunmuşdu. Amma buna baxmayaraq o özündəki o çatışmazlıqları görərək hər zaman özünü irəli aparmağı yaradırdı. Və bundan əlavə qeyd etdik ki, o geyimə də müxtəlif geyimli aksesuarlardır ki, bunlara da müxtəlif deməli eskizlər çəkərək bunlar da yaranmışdır ki, məsələn, Zamanın Gözü yaxa sancağıdır, Elza Şikaperlinin geyimidir, Rubin dodaqlardır ki, bunlar da gördüyünüz kimi sürrealist üsluba uyğunlaşdıraraq bax bu detalları yaratmışdır. Daha maraqlı detallarından biri də deməli dəniz xərçəngindən alınmış telefon formasında olan trubkadır ki, bu da deyir, ilk növbədə baxan insanlar bunu cəfəngiyat kimi qəbul etmişlər, amma daha sonra bundakı xüsusi mənanı əks elətdirmişlər ki, burada da xüsusi sürrealistlik və fəlsəfi bir məna var. Sonra mebel üslubunda da dizaynlar etmişdir ki, çoxlu sayda belə mebelə dizaynlar etmişdir ki, bunlardan biri də 1974-cü ildə yaradılmış sürrealist deməli dodaq divan. Mae West'in dodaqları əsasında yaradılmışdır. Sonra yeganə rəssamdır ki, onun özünün sağlığında onun adına ətirlər deməli buraxılmışdır ki, 1982-ci ildə özünün iştirakı ilə yeganə parfümeriya məhsuludur Salvador Dali ətirləri. Bu gün də qadınlarımız sevə-sevə bax bu ətri işlədirlər. Düzdür, az tapılır, amma var bu ətirlərdə. Sonra onun ən maraqlı sürrealist otağı isə Mae West'in üzü olmuşdur. Aktrisa Mae West'in üzü olmuşdur ki, bu sürrealist otaqdır. 1934-35-ci illərdə deməli bax bunu hazırlanmışdır ki, gördüyünüz kimi qadın obrazı, qadın portreti formasındadır, amma əslində bu otaqdır. Otağın girişini qadının saçları kimi götürmüşdür və bu saçları da pərdə formasında vermişdir. Gözlərini tablo formasında, burnu buxarı və üzərində saat qoyulmuş. Dodağını bayaqki dodaq divan dedik, dodağını divan formasında göstərmişdir. Bax belə qeyri-adi bir formanı əks elətdirmişdir ki, hər zaman insanları heyrətə gətirir bax bu əsərdə. Və bura isə muzeydir ki, Salvador Dali muzeyidir. Ən çox deyir ziyarətçi qəbul edən İspan muzeyi olmuşdur. Və bütün deyir planetdə ən nəhəng sürrealizm eksponatlarından biri olan bir muzeydir ki, deməli İspaniyanın Kataloniya şəhərində Figueras şəhərində, daha doğrusu İspaniyada yerləşən bu muzey rəssamın özünün şəxsi layihəsi əsasında tikilmişdir ki, yaradıcılığı ilə deyir dünyanın bir çox rəssamlarına təsir göstərmiş Salvador Dali 20-ci əsr sürrealizminin çox gözəl sənətkarı olaraq qalır və özü də vəfat edərkən bax bu muzeyin döşəməsində dəfn olunmuşdur. Burada biz Frida Kahlo'nun Yuxu və Rene Marguerite'in Şəxsi Dəyərlər adlı əsərlərini görürük. Deməli, bayaq əvvəldə qeyd etdik ki, Salvador Dali'nin sürrealist üslubda çəkdiyi Yuxu avtoportreti var idi. Bax, onu müəyyən mənada az da olsa izahını verdik ki, rəssam o mavi fonda yuxunu nə demək istəyirdi. Frida Kahlo var ki, o da çox mükəmməl bir rəssam olmuşdur, çox acı tale yaşamış bir rəssam olmuşdur.
Yuxu adlı əsəri var. Fikir verirsiniz, 2 mərtəbə bir çarpayıdır ki, burada insan yatır və həmin formanı burada insanın skeleti formasında vermişdir ki, yəni bayaqları, deməli bu da sürrealist üslubda çəkilmiş bir belə deyim də əsərdir ki, rəssam yuxu ilə ölümün bir arada olmasını deməli özlüyündə əhatə edən formaları əks etdirmişdir. Və yaxud da Rene Magritte, o da sürrealist abstraksionist rəssamdır ki, şəxsi dəyərlər adlı əsərdir. Şəxsi dəyərlərdə nə var? Mikrofondur, nə bilim, çarpayıdır, şkafdır, oturacaqdır, bakaldır, daraqdır və s. və ilaxır. Bunları abartılı şəkildə vermişdir və o fon hissəni isə gördüyünüz kimi belə deyim də bulut formasında göstərmişdir ki, bu bulut forması insanın ağrılı, acılı vəziyyətini, buludda nə olar? Həmişə yağış tökülər də. Ağrılı, acılı, mavi rəng nəyi bildirir? Tutalım ki, səbirliyi, təmkinliyi bildirir ki, insanın deyir, öz şəxsi dəyərlərinə hörmət etdiyi kimi, öz şəxsi, belə deyim də, qohum əqrabasıdır, ondan sonra əzizləridir və s. də onları, o əzizləri şəxsi dəyərlər, yəni ümumi əşyalar formasında əks elətdirmişdir ki, insan yaxşı gününü, pis gününü, yəni doğmuş vaxtını səbirlə, belə deyim ki, də təmkinlə deməli insan öz həyatını davam etdirməlidir. Bax, bu kimi mənanı özlüyündə ifadə edir. Salvador Dali'nin ailə həyatda çox qəribə və keşməkeşli olmuşdur. Özlüyündə o Gala adlı bir qadınla qeyri-adi bir macəra ilə tanış olurlar. Onu deyib uzun-uzadı demək istəmirəm. Çox qeyri-adi macəra ilə tanış olurlar ki, Galanın da öz həyat yoldaşı olur, uşaqları olur. Onlar belə deyim də bir qonaqlıqda təsadüfi şəkildə tanış olurlar və onlar ailə həyatı qururlar daha sonra və çox sevimli olurlar bir-birləri üçün. Çünki hər ikisinin dərrakəsi, hər ikisinin həyata baxış bucağı eyni olur və 1982-ci ildə onun çox sevdiyi deyir Gala vəfat edir və ondan sonra Salvador Dali sanki deyir həyata olan sevgisini itirməyə başlayır və Galanın dəfn olunduğu Pubol qəsrinə köçür, artıq orada sakit bir həyat tərzi yaşamağa başlayır ki, o burada Sərçənin Quyruğu adlı son əsərini çəkir ki, həmin əsəri də çəkdikdən bir az sonra deməli rəssam artıq vəfat edir. Sonra Zürafə od içində, Nərgizin çevrilməsi, bədheybətlərin yaradılışı, atomun parçalanması, Məxfi axşam, Canlı natürmort, Döyüşçü, Məxfi axşam, onu da deyim ki, biz Məxfi axşamı başqa bir rəssamda da demişdik ki, Leonardo da Vinci'nin Məxfi axşam və sonuncu şam yeməkdə hər iki adda deyilir ki, bunları yəni əlaqələndirməyi, fərqli oxşar tərəflərini deyə bilərsiniz, ona görə deyirəm.